Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfərindən sonra Çin-Cənubi Qafqaz münasibətləri yenidən gündəmə gəlib. Dünya siyasətində yeni mərhələnin elementlərinin formalaşdığı bir dövrdə dünya nəhənginin regional münasibəti olduqca maraqlıdır. Çinin Cənubi Qafqaza olan marağı tamamilə iqtisadi xarakter daşıyır və Pekinin tranzit layihələrinin məntiqinə uyğun gəlir. Lakin Cənubi Qafqazda hələ də bəzi məsələlərin sual altında qalması vəziyyəti bir qədər də maraqlı edir. Məsələn, Azərbaycan və Türkiyənin Çinlə birgə tranzit layihələrində Ermənistan iştirak edəcəkmi? Hazırda onu deyə bilərik ki, Ermənistanın belə bir layihədə iştirakı Bakı və Ankara ilə münasibətlərin tam normallaşmasından sonra mümkün ola bilər. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədləri bağlı qalarsa, aydındır ki, Ermənistan-Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz, Avropa tranzit dəhlizinin marşrutu ola bilməz. Cənubi Qafqazın bütövlükdə iri tranzit layihələrinin bir hissəsi olması üçün bölgədə sabitlik vacibdir. Bu videoda Ermənistan-Çin münasibətlərinə toxunacağıq, həmçinin Çinin Cənubi Qafqaz planlarından danışacağıq. Dostlar, mənim adım Vüsaldır və populyar siyasət seriyasından olan videolarla dünya siyasətində yaşanan ən mühüm və maraqlı hadisələr barədə əsas xəbərləri sizə çatdırmağa çalışıram. Siyasət və siyasi tarixlə maraqlanırsınızsa, Telegram və Patreonda da bizi izləyə bilərsiniz. Patreon səhifəmizə ödənişli üzv olmaqla həm layihəmizə maddi dəstək ola, həm də ekskluziv materiallara çıxış əldə edəcəksiniz. Elə indi ekrandakı QR kodu oxudaraq və ya videonun aşağısındakı linkə klik edərək Patreon səhifəmizə keçid edə bilərsiniz. Ötən günlərdə Ermənistan Xarici İşlər Nazirinin müavini Münatsakan Safaryan Çinin yeni səfiri Li Singveyni qəbul edib və onu vəzifəyə başlaması münasibəti ilə təbrik edib. Safaryan səfirə uğurlar arzulamaqla yanaşı, Ermənistanın iki tərəfli əlaqələrin gücləndirilməsinə tam dəstək verməyə hazır olduğunu bildirib. Rəsmi səviyyədə hər iki ölkə Ermənistan və Çin arasında siyasi dialoqun intensivləşdirilməsinə sadiqliyini mütəmadi olaraq təsdiq edir. Ermənistan və Çin arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Həmin il İrəvanda Çin səfirliyi və Çin ticarət iqtisadi nümayəndəliyi açılıb. Ermənistanın Pekindəki səfirliyi isə daha sonra 1996-cı ildə fəaliyyətə başlayıb. Arxada qalan müddət ərzində diqqət əsasən iqtisadi əlaqələrə yönəlib. Ermənistan əsasən Çinə minerallar ixrac edir. Çindən idxal olunan məhsullar isə müxtəlifdir. Geyim, ayaqqabı, maşın qayırma və kimya məhsulları, avadanlıq, tikinti materialları, qida məhsulları və s. Əvvəla qeyd etməliyik ki, İrəvan-Pekin əməkdaşlığı strateji səviyyədə deyil. Siyasi baxımdan Ermənistan Çinin Cənubi Qafqazdakı ən aşağı səviyyədə əlaqələri olduğu ölkədir. Pekin Ermənistanın qonşuları Azərbaycan və Gürcüstanla strateji tərəfdaşlıq müqavilələri imzalayıb. Maraqlıdır ki, hazırda Ermənistan üçün belə bir sənədin imzalanması heç İrəvanın maraqlarına uyğun gəlmir. Çin və ABŞ arasında gərginlik artır. Bu şəraitdə Çinlə bənzər bir sənədin imzalanmasının Ermənistana fayda verəcəyini söyləmək çətindir. Çox güman ki, bu Trumpın seçilməsindən əvvəl edilməli idi. İndiki halda isə Çinlə münasibətlərin mövcud səviyyəsini qorumaq İrəvan üçün daha ağıllı addım sayıla bilər. Çinin Cənubi Qafqaza marağı əsasən əlavə tranzit marşrutu potensialı ilə bağlıdır. Pekin Avropa İttifaqına alternativ yol açmaq istəyir. Söhbət Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz, Avropa marşrutundan gedir. Bu yol orta dəhliz kimi də tanınır. Burada artıq işləyə olan marşrutlar da var. Bunlardan birincisi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və daha sonra Qara dəniz vasitəsilə Avropaya gedən marşrutdur. Başqa bir marşrut isə Çin, Qazaxıstan, Xəzər dənizi üzərindən Azərbaycana, daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyə üzərindən Avropaya gedir. Çinin Gürcüstanın Anakya limanının tikintisinə maraq göstərməsi təsadüfi deyil. 2024-cü ildə Pekin və Tbilisi ilkin memorandum imzalayıblar və Çin konsorsiumu tenderdə qalib gəlib. Lakin yekun müqavilə hələ imzalanmayıb. Buna görə də Çin şirkətinin limana tikib-tikməyəcəyi hələ bilinmir. Geosiyasi baxımdan qeyri-sabit bölgə aktiv tranzit marşrutu ola bilməz. Buna görə Çin Cənubi Qafqazda yeni hərbi münaqişələrdə və qeyri-sabitlikdə maraqlı deyil. Qeyri-sabitlik regionun tranzit potensialına mənfi təsir göstərəcək. Ona görə Çin, Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Çinin Qafqaz siyasəti nə ermənipərəst, nə də Azərbaycanpərəstdir. Pekinin sadəcə iqtisadi maraqlar regiona gətirib. Bununla belə, Pekinlə Bakı arasında təmaslar artır. Ötən il iki tərəf strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu il isə Azərbaycan prezidenti Çinə rəsmi səfər edib. Çin-Azərbaycan əlaqələri dərinləşir və bu, Bakıya regionda Çin üçün etibarlı tərəfdaş qismində çıxış etməyə imkan yaradır. Dünya siyasəti ilə bağlı ən mühüm məsələlərdən xəbərdar olmaq və tarixdə yaşanan ən vacib siyasi hadisələrlə bağlı araşdırma materiallarımızı izləmək üçün YouTube və Telegram kanallarımıza abunə olun.
Populyar Siyasət adlı Telegram kanalımızın linkini videonun aşağısında qeyd etmişik. Həmçinin bütün videolarımızın mətnlərini və səs yazılarını Patreon səhifəmizdə yerləşdiririk. Patreonda bizi izləməklə eksklüziv materiallara çıxış əldə edə biləcəyinizi unutmayın. Başqa mövzuda görüşəcəyik. Hələlik.